Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Mübarək Ramazan ayının Qədir gecələri bildiyimiz kimi İmam Ali'nin aleyhisselam zərbəsindən və şəhadətə getdiyi günlərdir. Bu münasibət ilə İmam Zaman Accalallahu Teala Fərəcəhu Şərif başda olmaqla bütün əhl-i beyt sevərlərə təsliyyət deyirik və başsağlığı veririk. Allah Azze və Cəllə bizi dünya və axirətdə Quran və əhl-i beytdən ayrı salmasın, ilahə əmin. Necə ki, Qədr gecələrində bunu da zikir kimi deyirik. Allahümmə lə'ən qatalətə əmiril müminin aleyhisselam. Allahım əmiril müminin İmam Ali'nin aleyhisselam qatillərinə lənət elə. İlahə əmin. Bildiyimiz kimi İmam Ali'nin aleyhisselam qatili İbn-i Mulcam adlı bir xaricidir. Xəvaricdəndir. Bu insan Allah ona lənət eləsin. Siffeyn döyüşündə xaricilər peyda oldular. Bu insanlar İmam Ali'nin aleyhisselam ordusunda Muaviyyəyə qarşı vuruşurdular. Əsl xəvaric əslində birinci Muaviyyədir. Yəni xəvaric adlandırılan İbn-i Mulcəmin də mənsub olduğu tayfa Siffeyn döyüşündə meydana çıxmamışdan qabaq Muaviyyə xəvaric idi. Yəni zamanı imamına qarşı baş qaldırmışdı. Ondan da əvvəl Təlhə, Zübeyr, Ayşə Cəməl döyüşündə zamanı imamına qarşı baş qaldırmışlar, əhdi sındırmışlar və xuruc etmişdilər. Muaviyyə bildiyimiz kimi Siffeyn döyüşünün baiskarıdır. Nə qədər insanlar, neçə min insanın, sahabə tabiinin qanı töküldü Muaviyyənin boynundadır. Bu döyüşdə Muaviyyə artıq uduzurdu. Bildiyimiz kimi İmam Ali'nin aleyhisselam 3 döyüşü olub. Xilafəti dövründə təqribən 5 il hakimiyyətdə olub. 3 ordu ona qarşı qiyam qaldırıb. Bir Cəməl döyüşü olub. Təlhə, Zübeyr, Ayşənin komandanlığı ilə imama qarşı çıxıblar. İmam onların ordusunu hamısını məhv eləyib. Ayşəni də 40 nəfər kişi paltarı giymiş qadınla yollayıb Mədinəyə. Yəni Peyğəmbərin ehtiramını saxlamaq babından. Ondan sonra Siffeyn döyüşü baş verib. Muaviyyənin döyüşü, Muaviyyə Əmras və onun Siffeynlə də, Cəməldən də bəziləri qaçıb Muaviyyə pənah aparmışdılar. Siffeyn döyüşü baş verdi. Orada da İmam Əli əleyhissalam bu ordunu məhv elədi. Məhv olan ordu gördü ki, artıq olan qalan da insanlar qırılırlar. Əmras sahabidir, Muaviyyənin sağ əli idi. Vəhabilərin cənnətlə müjdələdikləri sahabilərdən biri hiləyə əl atır və nizələri, Quranları nizələrə vururlar. Deyirlər ki, aramızda Quran hökm etsin. Baxın, Muaviyyə məlunun dövründə Quranlar nizəyə vuruldu. Oğlu Yezid məlunun dövründə də Əhl-i Beytin İmam Hüseyin aleyhisselam başı nizəyə vuruldu. Yəni Quran və Əhl-i Beyt hətta nizədə belə maraqlıdır ki, biri Siffeyn döyüşündə, biri Kərbala döyüşündə nizələrə vuruldu. Həmin səqələyindir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm o ikisini bizə ümmətə əmanət etmişdi. Siffeyn döyüşündə Əmras bu hiləyə əl atandan sonra bir dəstə xaric olur, aldanır, deyir ki, biz döyüşmürük, Quranla döyüşmək olmaz. İmam Əli əleyhissalam hər nə qədər deyirdi ki, o mürəkkəbdir, kağız üzərində həqiqi canlı natiq Quran, mənə tabi olun və s. amma qulaq asmadılar. Həmin xəvaric ki, artıq imama qarşı çıxdılar və döyüşmək istəmədilər. Üçüncü döyüşdə elə onlarla baş verdi. Onlar, deməli, Nəhrivan döyüşündə, Hərurada onlar məskunlaşırlar. Nəhrivan döyüşü onlarla İmam Əli əleyhissalam arasında baş tutdu. Siffeyn döyüşü təxirə düşəndən sonra. Artıq Siffeyn döyüşü təxirə düşdü. Həkəməyn hadisəsi meydana çıxdı. Dedilər ki, gəlin şuraya tapşıraq, nə Əli xəlifə olsun, nə Muaviyyə. Və şuraya tapşıraq, şura xəlifə seçsin. Və həkəmiyyət hadisəsi meydana çıxdı. Həkəməyin 2 hakim oturacaqdı. Güya ictihad edəcəkdi, görək kim daha çox layiqdir. İmam Əli əleyhissalam yazırlar ki, İbn Abbası və yaxud Malik Əşdəri rahmehullah təyin eləmişdi hakim kimi. Amma xəvaric çox təkid edir ki, bizim mömin bildiyimiz bir şəxs var, Əbu Musa Əşəridir, Kufə valisi idi. Ona görə onu istədilər ki, dedilər, Malik də, Abdullah ibn Abbas da sənin əskərlərindir, ordunda komandir olurlar, ordunda əskər olurlar, sənin tərəfdarlarındırlar, onlar bizə lazım deyirlər. Biz öz istədiyimiz bir tərəf olan bir şəxsi, Əbu Musa Əşərini istəyirik ki, hakim seçək, o otursun Kufədən İmam Əli əleyhissalam tərəfindən hakim təyin edilsin və Şamda da Muaviyyənin tərəfindən Əmras məlun təyin edildi və bunlar həkəmiyyət hadisəsi meydana çıxdı ki, güya görək kim hakimiyyətə daha layiqdir. Oturdular və belə qərara gəldilər ki, hər ikisini xilafətdən uzaqlaşdırsınlar. Və minbərə çıxır, birinci növbədə Əbu Musa Əşəri aldanır, minbərə çıxır, deyir ki, üzüyü barmağımdan çıxartdığım kimi Əlini və Muaviyyəni hakimiyyətdən götürürəm və yaxud öz
onun tərəfindən ki təyin olunmuşdu, əleyhinə hakimiyyətdən götürürəm. Ondan sonra Muaviyyənin adamı Əmras gəlir minbərdə əyləşir və deyir ki, gördünüz ki, Əlinin əleyhissalam adamı öz rəhbərini, ağasını hakimiyyətdən götürdü və mən isə üzüyü barmağımdan çıxartdığım kimi əlini hakimiyyətdən götürürəm. Sonra üzüyü başqa barmağına keçirir, deyir ki, və üzüyü barmağıma keçirdiyim kimi Muaviyyəni hakim təyin edirəm. Və beləliklə də bu iki fırıldaqçının fırıldağı meydana çıxır, hansı ki, Vəhabilər bu şəxsləri cənnətlə müjdələyiblər. Və həkəmiyyət hadisəsindən sonra deməli Xəvaric bir daha imama təkid edir ki, sən artıq həkəmiyyəti qəbul etməklə nəuzubillah kafir olmusan, əqidən fasiddir, fəsad əqidəsidir və s. Əslində bəzi nadanlar, cahillər burada deyirlər ki, İmam Əli əleyhissalam Xəvaricin sözünü yerinə yetirirdi. Əslində yerinə yetirmirdi, xeyr. Sadəcə məsləhət elə iqtiza edirdi o zamanda. İmam Əli əleyhissalam elə bir zamanda idi ki, artıq düşmən var idi öz yerində, öz ordusu da parçalanmışdı, öz ordusundan da ikinci bir düşmən dəstə Xəvaric meydana çıxmışdı. Məsləhət bilirdi, onların fitnəsini yatırmaqdan ötürü müəyyən güzəştlərə gedirdi. Amma sonunda gördü ki, bu insanlar islah olan deyirlər, Nəhrivan döyüşü baş verdi, 10 nəfərdən az adam sağ qalmaqla bütün Xəvarici məhv elədi. Allah onlara lənət eləsin. Deməli, nə oldu, nə baş verdi? Nəhrivan döyüşü baş verdi və Nəhrivanda İmam Əli əleyhissalam bunları məhv elədi. 10 nəfərdən az bir insan qaldı. Bunlar da qərarı aldılar ki, İmam Əlini əleyhissalam, Muaviyyəni və Əmrası üçünü də öldürsünlər. Üçünü də kafir bilirdilər. Bu niyyətlə plan qurdular və 3 nəfər qabağa çıxdı. Biri İbn Mulcəm idi, Abdurrahman İbn Mulcəm Muradi adlı bir şəxs, Allah ona lənət eləsin, imamın qatili. Bu şəxs dedi ki, mən Kufəyə gedib İmam Əlini əleyhissalam öldürməyə hazıram. Hansı ki, biz Şəbaniyə xütbəsində qeyd etdik ki, Peyğəmbər buyurur ki, ya Əli, sanki görürəm ki, bu ayda sənin saqqallı qana bulayacaqlar və həmin şəxs ən bədbəxt insan kimi tarixə düşdü. İbn Mulcəm Muradi, lənətullah aleyh, Kufədə İmam Əli əleyhissalam ki, Kufədə idi, xəlifə idi və Kufəyə getdi ki, imamı şəhid eləsin. Muaviyyə isə həmin anda Şamda idi, artıq Siffin döyüşlə bitmişdi, Nəhrivan da bitmişdi. Bu insan Şamda yenə də İmam Əli əleyhissalam beyət etmədi və xarici, Xəvaric kimi qaldı. Zamanı imamına qarşı xuruc elədi, cahil kimi yaşadı və cahil kimi də xuruc halında da öldü. Vəhabilərin cənnətlə müjdələdikləri bir şəxs. Bu şəxsin yanına gedib onu öldürmək istəyən şəxsin adı Bərək ibn Ubeydullahdır. İstəyirdi ki, geçsin Şama və Muaviyyəni öldürsün. Əmras məlun isə həmin vaxtlar Misirdə idi, vali idi. Muaviyyə tərəfindən təyin edilmişdi. Çünki Misir düzdür, xəlifənin, imamın əleyhissalam əlinin altında idi. Amma sonra ora bir şəxsi təyin eləmişdi. Ayşənin qardaşı Əbu Bəkirin oğlu Muhammed ibn Əbu Bəkir. Cavan bir oğlan idi. Əbu Bəkirin sülbündən olsa da İmam Əlinin əleyhissalam əlində böyümüşdü. İmam Əlinin əleyhissalam oğlu kimi qalırdı. Cəməldə də bacısına beyət eləmədi. Bacısının əleyhinə vuruşurdu İmam Əlinin əleyhissalam ordusunda. Siffeyndə də həmçinin və həmin şəxs deməli Muaviyyə tərəfindən, daha doğrusu Əmras həmin Misrə hücum elədilər və müharibə baş verdi və həmin şəxsi şəhid etdilər. Ondan sonra da Malikəşləri İmam əleyhissalam ora yolladı. Onu da deməli zəhərləyib öldürdülər, şəhid elədilər və Əmras öz yerini orada möhkəmlətdi Misirdə. Artıq Misir xilafətdən ayrılmışdı, düşmüşdü kimin əlinə? Muaviyyənin əlinə və Əmrasın əlinə. Həmin yeri də gedib Əmrası öldürmək istəyən şəxs Əmr ibn Bərək Təmimi adlı biri idi. Hicri 40-cı ildə mübarək Ramazan ayının 19-cu gecəsində, Qədr gecəsində qərar aldılar ki, gedək və bu işi yerinə yetirək. İbn Mulcəm, Allahın təqdiri belə idi ki, İmam Əli əleyhissalam şəhid olmalı idi. İmamı şəhid elədi. Muaviyyəni öldürməyə gedən şəxs müvəffəq olmadı. Çünki Muaviyyəni ancaq yaralamaqla kifayətləndi. Yaraladı və Muaviyyə ondan sonra artıq nəsli kəsildi. Yeziddən sonra övladı olmadı. Əmrası isə vurmağa gedən şəxs, Əmras həmin vaxt namaza gəlməmişdi, başqa şəxs onun yerinə vurdu. Allah imamın əleyhissalam qatillərinə, düşmənlərinə, bütün bu fitnələri çıxardanlara, pərakəndəri yaradanların hamısına lənət eləsin. Biz sağ qaldıqca imamın şiyyəsi ünvanında Əhl-i Beyti sevirik, onlarla dostluq və düşmənləri ilə düşmənik və daim bu fitnələri çıxardan insanları lənətləyirik. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.